Və bu aləmə gəlməmişdən öncə, bu dünyaya gəlməmişdən öncə Allah bizdən əhd alır. Hər birimiz əhd verib gəlmişik. Ələm əhəd iləykum ya bəni Adəm əllə tə'budu şeytan fə innəhu ləkum əduvvun mubin. Bəni Adəm, bəli, sən əhd peyman bağlayıb gəlmişsən bu dünyaya. Əhd peyman bağlayıb gəlmişsən. Və sizin axı deyə bilər də bir nəfər, deyə bilər idamımız. Axı o əhd peyman yadımızda deyil. Niyə? Təəssüflər. Təəssüflər. Dünya o qədər başımızı qaçdı, o qədər başımız qarışdı. Həmən peymanı unutduq. Unutmuşuq. Dünya bizi qafil edir. Unutmuşuq haradan gəlmişik. Yaddan çıxartmışıq hara gedəcək. İbn Sina bir əsəri var. Orada deyir ki, quşlar göydə uçurdu, düşdü yerə. Elə ki, düşdü yerə, niyə düşdü yerə? Gəldilər ki, dən yesinlər yerdən. Çünki dən yerdədir. Gəldilər, düşdülər yerə, dən yesinlər. Düşdülər tələyə, tələ qurmuşdular. Düşdülər tələyə, o qədər qaldılar yerdə ki, unutdular ki, bunlar göydən gəlmişdilər. Təəssüf olsun, göydə pərvaz etməli olduqları bir halda yapışdılar, qaldılar yerdə. İnsan da belə göydən gəlib, düşüb yerə, düşüb tələyə, İstəqaltum elələrdi, yapışıb qalıb yerdə. Allah da deyir, Fis-səmai rizqukum, ruzunuz göydədir. Cismani ruzunuz yerdədir, mənəvi ruzunuz göydədir. Cismani ruzunuz yerdədir, mənəvi ruzunuz göydədir. Siz səmanın övladısınız, mənəvi səmaların övladısınız. Gəlib düşmüşsünüz bu dünyaya, aldanmışsınız, aldadıblar, tələyə salıblar sizi, başınız qarışıb qəfəsdə, elə bir həyat buradadır. Hussein.